Hörmətli valideynlər, dəyərli müəllimələr və əziz qonaqlar, sizi məzun günü münasibətilə təşkil olunmuş tədbirimizdə hər birinizi xoş gördük. Bugün Pride Uşaq Bağçası üçün çox xüsusi və unudulmaz bir gündür. Çünki bugün balaca məzunlarımız bağça ilə vidalaşaraq yeni bir həyata, məktəb həyatına ilk addımlarını atırlar. Onlar bu illər ərzində bağçamızda təkcə hərfləri, rəqəmləri deyil, həm də dostluğu, paylaşmağı, birgə sevinməyi öyrəndilər. İndi isə yeni yola çıxmağa hazırdılar. Məktəb həyatı onları gözləyir. Bugün burada məzun olan balalarımız deyil, onların ilk addımlarına şahidlik edən, sevgisini və əməyini əsirgəməyən müəllimələrimiz də bizimlədir. Gəlin səhnəyə Röyələ xanımı və Rəhlə xanımı alqışlarınızla dəvət edək. Здравствуйте, дорогие родители, гости, и уважаемые коллеги. Сегодня для нас одновременно и радостно, и немножко грустный день. Радостно, потому что мы провожаем в школу наших детей, которые растили, воспитывали и с любовью готовили к новому этапу жизни. Прежде всего, еще это от волнения, извините, пожалуйста. Грустно, потому что мы прощаемся с ними. Прежде всего, я хочу поздравить наших детей, которые с большим волнением прошли этот важный этап сдачи экзамена. И, конечно же, поздравляем наших родителей с этим важным днем. И прежде всего хочу поздравить саму себя, потому что больше всего волновалась я, больше, чем дети и родители. Всех я вас поздравляю. Hörmətli valideynlər, əziz qonaqlar, ilk öncə tədbirimizdə iştirak edən kollektivimizi, dəyərli valideynlərimizi və sevimli balalarımızı səmimi qəlbdən salamlayıram. Bu gözəl gündə bizlərlə birlikdə olduğunuz üçün hər birinizə xüsusi təşəkkürümü bildirirəm. Bugün bizim üçün çox sevincli, eyni zamanda bir o qədər də həyəcanlı bir gündür. Çünki balaca balalarımız məktəbə qədər dövrünü uğurla başa vurub, məktəb həyatına qədəm qoyurlar. Bu təhsil həyatında onların hər birinə uğurlar arzu edirəm. İlk gündən etibarən bunlar bizim üçün bir şagird yox, bir ailənin kiçik üzvləri oldular. Onların ilk addımlarını, ilk həyəcanlarını, ilk dostluqlarını birlikdə yaşadıq. Bəzən çətinliklərimiz oldu, ancaq bu çətinliklərin öhdəsindən uğurla gəldik. İndi isə tədbirimizi açıq elan edirik.
bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə can sağlığı versin. Uşaqlıq insan həyatının ən saf, ən unudulmaz mərhələsidir. Məhz bu illərdə ilk dostluqlar qurulur, paylaşmaq öyrənilir, birlik hissi formalaşır və kiçik ürəklərdə böyük xatirələr yaranır. Preduda biz hər zaman inanmışıq ki, təhsil yalnız öyrətmək deyil, sevgi ilə böyütmək, birlik hissi yaratmaq və hər bir uşağın özünü böyük bir ailənin parçası kimi hiss etməsidir. Burada uşaqlarımız birlikdə gülməyi, dost olmağı, bir-birini anlamağı, bir-birinə dəstək olmağı öyrəndilər. İndi isə səhnəyə həm Azərbaycan, həm Rus bölməsinin balacalarını dəvət edirik. Onlar birlik, dostluq və sevgi ruhunu yaşadan, bağçamızın dəyərlərini özündə əks etdirən xüsusi ifa ilə qarşınızdadılar. Gəlin balacalarımızı gürültülü alqışlarla alqışlayaq. Afərin uşaqlar, çox gözəl ifa etdiniz. Əlifba ilə başlayan bu gözəl yol gələcək uğurların ilk səhifəsidir. İndi isə balacalarımızı böyük sevgi alqışlarla səhnəyə dəvət edirik. Əlifba şeiri. Qarşılayın. Amin. Alqışlarınız çox zəifdir. Roman. Nur. Raul və Müjgan. Əlifbada ə hərfiyəm. Ədəb ərkan başda gəl. Mən şan şöhrət gətirən əlbəttə əməkdir əmək. Laləyəm qırmızı lalə. Şəhidləri qanıyam. Dönçə gülə dönçərə. Nur kirəm al güləş.
İstəyim süd azadlıq, insan inamsız olmasın. Qoy işimiz afanda olsun, dostlar müçü almasın. Faydalı iş görəm gərək, faydalansın vətən hər an. Fəal çalış, əlaçı ol, fərənlənsin atan, anan. Böyüklərdən ədəb öyrən, biliklər keçir başa. 5 qiymətli al dərslərdə, bir insan o sayda yaşa. Ana sözü, ata sözü, Allah sözü çox əzizdir. Adam gərək eyni, yəni ağıl işıq saçan gözdür. Əziz və dəyərli valideynlər, illərdir uşaqlarımız bizlərlə birlikdədir. Bağça müddəti ərzində onlar burada çox şey öyrəniblər. Ən əsası paylaşmağı, dost olmağı, sevilməyi. Mən inanıram ki, gələcək həyatlarında da burada öyrəndikləri dəyərlər onlar üçün çox böyük rol oynayacaq. Да, кажется, совсем недавно наши малыши впервые переступали порог нашей группы. Но уже они совсем умные, талантливые и самостоятельные дети. За эти годы мы вместе радовались, научились дружить, узнавать новые и верить в свои силы. Hörmətli valideynlər, əziz qonaqlar, Predo ailəsi adından hər birinizi salamlayırıq. Və bildirmək istəyirik ki, bugün həm sizin üçün, həm bizim üçün çox dəyərli, özəl və eyni zamanda da kədərli bir gündür. Çünki belə deyim, 1 yaşında, 2 yaşında hələ yeriməyi təzə öyrənən uşaqlar bu bağçanın qapısından içəri giriblər və indi biz onları məktəbə yola salırıq. Bu uzun yol eyni zamanda bizim gözümüzün önündən bir anda axıb gedir. Amma həm də çox fərəhliyik, çünki onların bu ilk addımlarında, ilk qələm tutuşlarında, ilk parta arxasında əyləşmələrində bizim hər birimizin əməyi var. Və çox sağ olun ki, bugün bu əməyi dəyərləndirdiniz və bura gəlib bizlə bir yerdə bu anı bölüşdüyünüz üçün. Çox duyğusalıq. Bugün hər birimiz burada ürək sözlərimizi deyəndə gözlərimiz dolacaq. Eyni zamanda sevincdən çox coşacağıq. Bunların hamısını sizinlə birgə burada biz yaşayacağıq. Bizim məzunlarımız ölkənin bir çox qabaqcıl məktəblərinə qəbul olublar və bu həm özəl, həm də dövlət məktəbləridir. Bu da bizi çox sevindirir. Yəni Predo məzunları ölkənin demək olar bütün məktəblərində öz sözünü deyir. Bugün biz sizin üçün çox maraqlı çıxışlar hazırlamışıq, rəqslər hazırlamışıq və tədbirimiz hələ yeni başlayır. Ona görə də sizdən də aktiv olmağı, balacalarımıza maksimum dəstək olmağınızı gözləyirik. Predo ailəsi olaraq sizə xoş bir gün arzulayırıq. Təşəkkürlər. Qarşınızda məzunlarımızın maraqlı rəqsi. Onları gürültülü alqışlarla səhnəyə dəvət edirik.
Uşaqlarımızın hər biri mənim üçün doğmadır, əzizdir. Hər birinin mənim ürəyimdə xüsusi bir yeri var. Ən azı sizlər qədər ən azından həqiqətən onları çox sevirəm. İndi isə qrupumuzun ən fəal, ən aktiv uşaqlarından biri olan Nur haqqında bir neçə xoş söz demək istəyirəm. Nur qızımız mənim ən aktiv, ən fəal uşaqlarımdan biridir. Demək olar birincisidir. Mənim həqiqətən Nur çox köməkçim, sağ əlimdir. Nur həm dərslərində, həm tədbirlərimizdə çox aktiv iştirak edən uşaqlardandır. Mən inanıram ki, gələcək həyatda da bunun uğurları, Nurun uğurları belə davam edəcək. İndi isə səhnəyə Nurun valideynlərini dəvət etmək istəyirəm. Onlar da məzunlarımız haqqında, bağçamız haqqında öz ürək sözlərini desinlər. Çox sevincli, çox sağ olun Rəyalə xanım, indiyə kimi çəkdiyiniz əziyyət üçün. Həmçinin Nur 2 yaş yarımından buradadır, Nailə xanım, Rahlə xanım, onların da qrupunda olub. Hər kəsə təşəkkür eləyirəm, çox sağ olun. Hər şeyə görə çox sağ olun. Təşəkkür edirəm. İndi isə alqışlarınızla balacalarımızın xüsusi hazırladığı vals rəqsini izləməyə dəvət edirik.
Hər bir uşağın həyatında müəllim ilk ilham, ilk güvən, ilk yol göstərən insanlardan biridir. Bugün balacalarımız öz sevgilərini, minnətdarlıqlarını və qəlblərində xüsusi yeri olan müəllimələrinə olan hisslərini musiqi ilə ifadə edəcəklər. İndi isə səhnəyə əziz müəllimələrinə həsr olunmuş xüsusi ifa ilə balacalarımızı dəvət edirik. Мама на работу, утром поспешит, ну а я без прыжков в садик побегу. Там меня встречают малыши, без друзей дня прожить я не могу. Кто научит строить башню до небес, кто завяжет бантик и шнурок, с кем-то много сказок и чудес, кто дает нам доброты урок. Это воспитатель, наш надежный друг, здесь светлее стало все вокруг, словно молодая нам тепло, как же нам с тобой повезло. Мы лепили птичек, клеили цветы, а потом водили хоровод. Наша воспитатель фея красоты, с ней не знаем мы совсем невзгод. Спать уложит в тихий, тихий час, песенку тихонько пропоет. Очень сильно любит каждого из нас, если нужно пожалеет и помнет. Это воспитатель, наш надежный друг, с ней светлее стало все вокруг, словно молодая нам тепло, как же нам с тобой повезло. Это воспитатель, наш надежный друг, с ней светлее стало все вокруг, словно молодая нам тепло, как же нам с тобой повезло. Здравствуйте, мамы, папы и гости! Здравствуй, детса наш родной! Мы не с терпением, особым волнением ждали наш праздник родной. Ну вот и все, тот час настал, который все мы ждали. Вот первый выпускной наш бал объявлен в этом зале. Не день, не два, а много лет ходил я в детский сад, встречал дороги я рассвет, провожал закат. Мне любили, берегли, чтобы я счастливой рос. Мне ответить здесь могли на мой любой вопрос. Здесь я нашла себе друзей, услышала первый раз стихи о мамочке своей, о родине рассказ. Это первый, что запомнил такое-то не надо торжества. Не рада. Ну, конечно, ты и я. Все мальчишки и девчонки, что сейчас сидят в сторонке. До свидания, чистый сад, мы с тобой прощаемся. Поприветствуйте же нас, кандидатов в первый класс! Hamıdan çox sevirəm Bahçə müəlliməni, bizim üçün əzizdir. Doğma anamız kimi, balası kimi baxır. Bahçədə hər uşağa, bərabər gedib biz hər gün bahçəyə bağa. Bu il Neftçilər filialımızın 19 məzunu var.
Onlardan 10-u Azərbaycan bölməsindən, 9-u isə Rus bölməsindən məzun olub. Məzunlarımız ölkəmizin dövlət və özəl məktəblərinə qəbul olub, sentyabr ayında məktəb həyatına başlayacaqlar. İndi isə səhnəyə məzun qızlarımızı dəvət edirəm. Onlar sizə öz çıxışlarını təqdim edəcəklər. Salam, hər kəsi salamlayıram. Hər kəsə təşəkkür edirəm. Zəhmətinizə halal eləyin. Başda siz də. Qaynanam da zəhməti çox olub bu arada. Başqa bir yerdə çalışmışıq. Hər kəs təbrik eləyirəm. Həyəcanlanmayın, ağlamayın. Hələ ağlama günlərimiz qabaqdadır. Qaynanam ağlayır, mən ağlamıram. Ağlamayın. Ən gözəl günlər. İnşallah hər şey yaxşı olur. Hər kəsin yolu açıq olsun. Bu qədər. Çox sağ olun. Diqqət, diqqət. Bilik və arzularla dolu xüsusi bir qatar yola düşməyə hazırlaşır. Bu qatarın sərnişinləri xəyal qurmağı bacaran, öyrənməyi sevən və gələcəyə inamla addımlayan balacalarımızdır. Hər dayanacaq yeni bir bilik, hər addım isə böyük uğurlara aparan kiçik bir başlanğıcdır. İndi isə sizi balacalarımızın hazırladığı səhnəci ilə baş-başa buraxırıq. Buyurun. Bildiyimiz kimi bizim qrupumuz bu il məktəbə qədər qrupudur. Bir il ərzində bizim öyrəndiklərimizi sizlərə bilik qatarı vasitəsilə çatdırmaq istədik. İndi isə qarşılayın bilik qatarı. Bu qatar adi qatar deyil. Bu bir bilik qatarıdır. Uşaqlar hər dayanacaqda öz öyrəndiklərini bizlərə çatdıracaq. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 20, 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 19, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65, 70, 75, 80, 85, 90, 95, 100. 10, 20, 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100.
Toplamanı bilik bil, çətinliyə cürlük bil. 15 istədilər 3, 15 yaddaşımızda, 3 əlimizdə. 16, 17, 18, cavabımız 18. Rəqəmlərlə dostluq bil. Hərf var, 34 səs var. Bunlardan saiti 9'dur. Samiti 23'tü. Gəlin bir yerdə saitlərimiz sayaq. A, I, O, U, E, I, Ö, Ü. A hərfini tanıyıram mən. Ana sözünü yazıram mən. Anı, ana. Hərflərə dostluq biz. Bizim 4 fəslimiz var. Yaz, yay, payız, qış. Hər fəslin özü ayları var. Qışın ayları dekabr, yanvar, fevral. Yazın ayları mart, aprel, may. Payızın ayları sentyabr, oktyabr, noyabr. İyun, avqust. Biz artıq böyüdük, çox şey öyrəndik. Oxumağı sevdi, dostluğu bildi. İndi məktəb yoluna sevinclə gedəcəyik. Rus bölməmizin məzunları bu il keçirilən imtahanlarda yüksək nəticələr nümayiş etdirərək bilik, əzm və zəhmətlərinin bəhrəsini uğurla göstərmişlər. Hər biri bu mühüm mərhələni inamla, müvəffəqiyyətlə geridə qoyaraq yeni uğurlara doğru ilk addımlarını atmışdır. İndi isə alqışlarınızla Rus bölməsinin məzunlarını öz rəngarəng və xüsusi rəqs nömrələri ilə səhnəyə dəvət edirik.
Mənim üçün əziz və doğma olan Əminə qızımız haqqında bir neçə söz demək istəyirəm. Əminə qızımız həqiqətən mənim üçün qəlbimdə xüsusi bir yeri var. Çox sakit təbiətli, biraz da utancaq. Mənim üçün çox sevimli olan qızlarımdan biridir. Və Əminənin valideynlərini səhnəyə dəvət edək. Onlar da məzunlarımız haqqında öz ürək sözlərini desinlər. Əminəyə yeni təhsil həyatında uğurlar arzu edirəm. İlk olaraq əziz valideynlər, hörmətli Piredo ailəsi, sizləri salamlayıram və bu gözəl tədbirə görə sizə təşəkkürümü bildirirəm. Və qızım başda olmaqla hər birimizin övladı artıq təhsilin ilk pilləsinə qədəm qoyur. Bu yolda hər birinə uğurlar arzu edirəm. Cəmaləddin Ruminin bir gözəl fikri var. Deyir, dünyada ən böyük səadət övladdır və biz övladımızın uğurları üçün həmişə inşallah ki, bundan sonraki pillələrində şad olaq, sevinək və hər bir atanın, ananın arzusudur ki, onun edə bilmədiklərini övladları eləsin və mən ümid edirəm və inanıram ki, sizin övladlarınız, bizim övladlarımız bizim bu arzularımızı gerçəkləşdirəcək və onlar cəmiyyətdə elə bir uğur imza atacaqlar ki, və onları sizə görə yox, sizi onlara görə tanıyacaqlar. Uğurlar arzu eləməyinə. Sağ olun. Hər birinizə xüsusi təşəkkürümü bildirirəm. Hər biriniz mənim üçün çox dəyərlisiniz, əzizsiniz. Sizin üçün valideynlərim olduğuna görə hər zaman deyirəm, qürur duyuram mən. Назар мой самый озорной ребенок. Он был очень подвижным, ни минуты не мог усидеть на месте. Но сегодня перед вами совсем другой Назар. Способный, собранный, талантливый, умный мальчик. Мы очень хотели бы услышать вас, Лена Ханым. Рахиля Ханым, хотела бы поблагодарить вас за ваше внимание, за вашу любовь, терпение особенно. Спасибо огромное всем, кто уделял внимание. Большое-большое спасибо. Вам спасибо. Maşallah, elə bir Predonun valideynlərini və uşaqlarını bir-bir seçiblər. Biri-birindən gözəl, valideynlər də, uşaqlar da, biri-birindən təlimli, tərbiyəli. Çox sağ olun, nə yaxşı ki varsınız və Əbülfəzin mamasını dəvət edirik bura. Salam, hər kəsi salamlayıram. Bütün Predo kollektivinə təşəkkür bildirirəm. Hər bir valideyn inşallah uşaqları ilə həmişə fəxr eləsin. Vətən insanın doğulduğu, kök saldığı, nəfəs aldığı ən müqəddəs məkandır. Hər qarışı tarix, hər daşı xatirə olan bu torpaq bizə kimliyimizi, mənliyimizi, varlığımızı bəxş edir. Vətən sevgisi insanın qəlbinin ən saf, ən ülvi hisslərindən biridir. Bu ülvi duyğu zamanla yox, yaşla deyil, sevgi ilə yaranır. Balaca fidanlarımızın da qəlbində bu sevgini görmək mümkündür. Onlar vətəni yalnız sözlə yox, hisslə, duyğuyla sevir. Bu sevgini mahnılarında, rəqslərində və şeirlərində yaşadırlar. İndi isə sizə bu hisslərlə dolu bir ifa gözləyir. Sağ ol ey vətən!
hərfin bir mənası, hər sözün isə açdığı bir dünya var. Oxumağı bacarmaq insan qarşısında saysız hesabsız imkanların qapısını açır. İndi isə balacalarımızın təqdimatında çox düşündürücü bir səhnəcik izləyəcəyik. Meşəyə gələn bir məktub. Amma onu oxuya bilən varmı? Sizi həm gülümsədəcək, həm də vacib bir mesaj verəcək səhnəci ilə baş-başa buraxırıq. Dovşana məktub. Зачем письмо принес? Ай-яй-яй. Ай-яй-яй. Я же не умею читать. Что случилось, зайчка? Почему ты плачешь? Вот письмо получила зайчонка. Не могу читать. Тогда я прочитаю. Я думаю, не умею читать. Что случилось? Почему вы плачете? Вот письмо получила зайчонка. Не могу читать. Да, я почитаю. Ай-яй, ай-яй. Я тоже открою. Ай-яй, ай-яй. Я тоже не умею читать. Почему вы плачете? Вот письмо получила зайчонка. Не могу читать. Я тоже не умею читать. Что случилось? Почему вы плачете? Вот письмо получила зайчонка. Не могу читать. Да, я прочитаю. Ай-яй-яй. Я тоже не умею читать. Почему плачете? Вот письмо получила зайчонка. Не могу читать. Я почитаю. Ой-ой-ой, ой, я тоже не Что случилось, зверь? Почему вы все вместе плачете? Вот, письмо получила от зайчонка. Не могу читать. Да, я почитаю. Чего тут сложного? Я умею читать. Все слушайте. Дорогая мама, я уже научился читать и писать. Скоро приеду на летние каникулы. До свидания, дорогая мама. Ух, как весело! Ребята, я плакала, потому что не умела читать. А вы почему плакали? И потому что мы тоже не умели читать. Чтоб читать, не надо плакать, надо учиться. Пойдемте к учительнице Рахила Фахрадиловна. Она вас научит читать и писать. Все построились.
isə qrupumuzun şip-şirin qızı olan Müjgan haqqında ürək sözlərimi demək istəyirəm. Müjgan qızımız gülər üzü ilə, mehribançılığı ilə, dostlarına olan, tək dostlarına yox, hər kəsə olan mərhəmət dolu həqiqətən bir uşaqdır. Müjgan gülər üzünü tək, yəni qrupumuzun sevimlisi yox, bütün bağçamızın sevimlisidir Müjgan. Müjgana gələcək təhsil həyatında uğurlar arzu edirəm. İndi isə mənim üçün dəyərli olan Müjganın valideynlərini səhnəmizə dəvət edirəm. Onlar da məzunlarımız haqqında öz ürək sözlərini desinlər. Salamlayıram hər birinizi. Təbrik edirəm bütün uşaqlarımızı. Başda Predonun rəhbərliyi olaraq hamıya, bütün müəllimlərə çox təşəkkürümü bildirirəm. Əsas da Röyələ xanıma, Aygün xanıma var olasınız. Uşaqlarımızın əziyyətini çəkirsiniz hər zaman. Biz də sizi çox istəyirik. Hər şey üçün çox sağ olun. Balaca dostlarımız Azərbaycan xalq rəqsi ilə qarşınızda olacaq və bu rəqs vasitəsilə həm ritmi, həm də vətənimizin mədəni gözəlliklərini sizə təqdim edəcəklər. Onların hər addımı, hər hərəkəti xalqımızın ruhunu, tarixini və füsunkar sənədini yaşadır. Gəlin bu gözəl rəqsi izləməyə hazırlaşaq və balaca ifaçılarımızı səmimi, coşqulu alqışlarla səhnəyə dəvət edək.
мисс Мира. Она очень способная, талантливая девочка. Я уверена, что в дальнейшей учебе у нее все будет хорошо, потому что она такая способная девочка, вы все увидели здесь. И приглашаем вас сюда, Гильмира Михайловна. Я безумно вам благодарна за все, что вы делаете. И вот эти все мероприятия, мастер-классы, все, что вы проводите, это настолько развивает ребенка. И я вижу, что она сюда приходит каждый день с удовольствием. Я не знаю, что мы будем дальше без вас делать. Да, и я вас всех поздравляю с этим замечательным днем. В первую очередь вас, да, за ваш вклад. Xarici dillərin mənimsədilməsi Pred uşaq bağçasının hər zaman əsas prioritetlərindən olmuşdur. Məhz bunun nəticəsidir ki, bağçamızı bitirən bir neçə balamız ingilis dili təmayüllü məktəbdə təhsil almağa başlayır. Məzunlarımız sizlərin yüksək alqışları ilə ingilis dilində hazırladığı mahnını təqdim edəcəklər. İndi isə səhnəyə bağçamızın ən sevilən, ən gözəl müəllimələrindən olan ingilis dili müəlliməsi Bəyaz müəlliməni səhnəyə dəvət edirik. Söz sizindir. Salam, hər birinizi salamlayıram. Hörmətli valideynlər, əziz qonaqlar və mənim gözəl balalarım. Hamınızı təbrik edirəm gözəl gün münasibəti ilə. Bizə olan etimadınıza görə təşəkkür edirəm. Mən də çox kövrəlirəm həmişəki kimi. Keçən il öz oğlum üçün bu həyəcanı yaşamışdım. Bu ildə öz balalarımdan heç bir halda fərqlənməyən balalar üçün yaşayıram. Hamısına bol-bol uğurlar, xoş günlər arzulayıram. Hamınızı, bütün valideynləri tanıyıram. Hamınız mənə çox əzizsiniz və burada Aytən xanımların hər ikisi ilə biz çox çətin yollar keçmişik. Bilənlər bilir və hər ikinizə təşəkkür edirəm. Bu yolda olan dəstəyə görə, birlikdəliyə görə çox sağ olun, hamınıza minnətdarım. Araz haqqında bir neçə söz demək istəyirəm. Araz bizim şirin balamız, topbuş, şirin, biraz dəcəl, dəcəl olduğu qədər də sevimli. Araz balamızda həqiqətən dərslərində çox irəliləyiş var, çox aktivdir. İlk başlar biraz çox nadinçlik eləyirdi, amma zamanla bunların hamısı düzəldi. İndi dərslərimizdə aktiv iştirak edir, tədbirlərimizdə aktiv iştirak edir. İndi isə Arazın valideynlərini dəvət edək. Araz çox nadin, çox dəcəl uşaq olmasına baxmayaraq, həmişə qayğı ilə, sevgi ilə yanaşıb. Həqiqətən o irəliləyiş mən Arazda görürəm. Buna görə də çox təşəkkürümü bildirirəm. Digər uşaqlara da gələcək həyatlarında uğurlar arzulayıram. Sağ olun. Oğlanlarımızın dediyim kimi hər birində nadinçlik var, amma o qədər də sevimlidirlər. Dərslərində çox aktiv olan digər uşağımız Amindir. Həqiqətən çox dəcəl olsa da dərslərində çox aktivdir. İndi isə Aminin valideyninin ürək sözünü eşidək. Bütün valideynləri, müəllimləri bu məzun günü münasibətilə təbrik edirəm. Uşaqlarımıza gələcəkdə uğurlar arzu edirəm.
Və sizə Predo ailəsi olaraq çox minnətdarlığımı bildirirəm. Xalidə xanım sizə, ən əsas da Röyəli müəllimə sizə. Həqiqətən mənim 2 uşağımdır burada olan. Hər ikisinin üzərində çox böyük zəhmət var. Həqiqətən, yəni dillə deyiləcək, yəni hərəkətlə göstəriləcək bir zəhmət deyil də, yəni zəhmətinizi halal eləyin. Siz də, Predo ailəsi də. Nə xoş bizə ki, bizim yolumuz Predodan keçdi. Çox həyəcanlıyam. Yəni uşaqları bir-bir gördükcə də çox həyəcan keçirirəm. Yəni hər birinizə uğurlar arzu edirəm. O gün olsun o uşaqlarımız yəni 11-ci sinif son zəngini belə qeyd eləyəsiz. Təşəkkür edirəm. Sağ olun. Məktəbə gedən yol yalnız böyümək deyil, həm də öyrənmək, kəşf etmək, hər gün yeni biliklər qazanmaq deməkdir. Bu gün isə Azərbaycan bölməmizin məzunları əldə etdikləri bilik və bacarıqları maraqlı və əyləncəli bir şəkildə sizə nümayiş etdirəcəklər. Qarşınızda bilik yarışı. Məktəbəqədər qrupumuz 1 il ərzində həqiqətən çox şey öyrəniblər. Nə qədər desəm də ki, dəcəldilər, amma həqiqətən yəni oxumaqlarında, dərslərində çox aktivdilər. Yəni biraz tərif kimi çıxmasın, yəni qrupumun oxumağından çox razıyam. İndi isə biz il ərzində öyrəndiklərimizi az hissəsini olsa da sizlərə çatdırmağa çalışırıq. Yəni biraz həyəcanlı olsa uşaqlarımız yəqin ki, başa düşərsiniz bizi. Biz yarış keçiririk. Yarışda 2 qrupumuz var. Hazır cavablar qrupu, alqışlayaq. Və dahilər qrupu. Hazır cavablar qrupunun kapitanı Nur, üzvləri Raul, Araz, Amin. Dahilər qrupunun kapitanı Müjgan, üzvləri Damla, Roman, Əminə. İndi isə həvəsləndirmək üçün uşaqlarımızı alqışlayaq və yarışımıza başlayaq. Əziz uşaqlar, mən sualı verəcəm. Biz nə edirik? Tələsmirik. Sualımızı verəndən sonra zəngi biz basırıq və sualımızı cavablandırırıq. Bu yarışda qalib yoxdur. Hər biriniz qalibsiniz. Başlayırıq. İlk sualımız belədir. Vətən deyəndə nə başa düşürük? Buna dahilər qrupunun, Müjgan qızımız cavab verəcək dahilər qrupundan. Ucadan deyək, vətən deyəndə nə başa düşürük? Bizim doğulub böyüdüyümüz yer bizim vətənimizdir. Bizim vətənimiz haradır? Azərbaycan. Azərbaycan. Yaxşı, prezidentimiz kimdir? İlham Əliyev. Afərin. Alqışlayırıq. Bir xalımız verilir dahilər qrupuna. Diqqətli oluruq. İkinci sualımızı səsləndirirəm. Himnimizin sözlərini və musiqisini kim yazıb? Sözləri və musiqisi. Musiqisini Üzey Həcibəyov. Sözlərin? Sözlərini Əhməd Cavad. Afərin. Afərin. Digər xalımız isə verilir hazır cavablar qrupuna. Diqqətli oluruq, uşaqlar, tələsmirik. Digər sualımız səslənir. Hansı milli qəhrəmanlarımızı tələsmirik? Hansı milli qəhrəmanlarımızı tanıyırıq? Kim cavablandıracaq? Sualın cavabını Raul səsləndirəcək. Polad Həşimov, Mübarək İbrahimov. Polad Həşimov. Kim dostuna kömək eləyə bilər? Digər. Mən. Buyur. Polad Həşimov, Mübarək İbrahimov, Muxtar Qasımlı, Xudayi Yusufzadə. Diqqətli oluruq. Sualı səsləndirirəm. Kim tək və cüt ədədləri sayar? Siz... Aferin qızıma sayar. Təklər 1, 3,
1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19. Cütlər 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. Afərin. Digər sualımızı səsləndirirəm. Diqqətlə qulaq asırıq, tələsmirik. Əlifbamızda neçə hərf, neçə səs var? Sualımıza cavab verəcək Əminə qızımız. 32 hərf var, 34 səs var. Afərin. Kim deyər, əlifbamızda bu hərflərdə neçəsi sait, neçəsi samitdir? Neçə sait? 23'ü samit, 9'u sait. Aha, qrupumuzdan indi Damla qızımız sait səslərimizi bizim üçün saysın. Qalx ayağa. Ucadan. A, Ü, O, U, E, Ə, İ, Ö, Ü. Afərin. Alqışlayaq uşaqlarımızı biraz həvəslənsinlər. Digər sualımızı səsləndirirəm. Bir ilimizdə neçə fəslimiz var? Kim səsləndirəcək? Yaz, yay, payız, qış. Afərin. İndi isə digər sualımız. Bizim sevimli balamız əsəbləşib baxın. Canlı və cansız varlıqların xüsusiyyətlərini kim sayacaq? Canlı və cansız varlıqların xüsusiyyətlərini. Canlılar böyle qidalanır, nəfəs alır, çoxalır. Cansızlar qidalanmır, böyümür, çoxalmır. İndi canlılara və cansızlara aid bir nümunə de gör. Ağac, gül, Cansızlar. oyuncaq, daş. Afərin, alqışlayırıq. Bir həftə tələsmirik. Sualı diqqətlə dinləyirik, sonda cavab veririk. Bir həftəmizdə neçə gün var? Və bu günləri ardıcı saymağa birinci zəngimizi bastı. Amin. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə şənbə, bazar. Digər sualımızı səsləndirirəm. Bir ilimizdə neçə ay var və ayları ardıcıl kim sayar? Valideynlərdən soruşaq görək. Hansı qrup zəngi daha tez bastı? Dahilər. Dahilər. Aha. Roman deyəcək. İndi isə romanı dinləyirik. Ara. Nə? Bir ilimizdə neçə ay? Bir ilimizdə 12 ay var. Yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Afərin. İndi isə diqqətli oluruq, digər sualımızı səsləndiririk. Canlıların yaşadığı yeganə planet hansıdır? Yer kürəsi. Sualın cavabını amin səsləndir. Aras səsləndirdi, amin səsləndirənə ki, yer kürəsi. Əyləşək Aras, tələsməyək. Oldu. Bax, valideynlər bizə baxır. Səs eləmirik, sakit dururuq. Azərbaycanın pul vahidi nədir? Qəpik manat. Qəpik və manat. Arazdakı aktivliyi hiss eləyirsiniz də. Əslində bu sualların cavabını il ərzində biz keçmişik. Qrupumuzda bütün uşaqlar bilir. Bəzi valideynlər belə eləyir. Biraz uşaqlarımızın bəziləri sakit təbiətdə olduğuna görə, biraz ona görə geridə qalırlar. Araz, afərin sənə. Axırıncı və sonuncu sualı səsləndirirəm. Toplamanın yer dəyişmə qanunun kim deyər? Qulaq, təli. Birinci toplananların yerinidir. Toplananların yerini dəyişdikdə. Toplamanın yerini dəyişdikdə cəm dəyişmir. Məsələn, bir dənə misal çəkək. 7 üstə gəl 2. 2 üstə gəl 7. Afərin.
Bizim yarışımız sona çatdı. Öyrəndiklərimizin bir hissəsini az da olsa sizlərə çatdırmağa çalışdıq. Həqiqətən iki qrupda qalibdir. Gördüyünüz kimi iki qrupda aktivdir. İndi isə iki qrupu da alqışlayırıq. Hazır cavablar qrupu, dahilər qrupu. İndi isə qrupumuzun çox sakit təbiətli, qrupumuzun qızları da oğlanları qədər aktivdir, dəcəldir. Qrupumuzun ən sakit təbiətli iki qızı var. Biri Damladır, biri Əminədir. Əminə gec-gec gəldiyi üçün düşünürəm ki, biraz sakitdir, amma Damla daimi bizimlə olduğuna baxmayaraq həqiqətən çox sakit təbiətli bir uşaqdır. Əslində həqiqətən Damla da dərslərində çox şeyi bilir, biraz sakit təbiətli olduğuna görə dostları çox aktiv olduğuna görə deyək, Damla biraz onlardan geri qalır ona görə cavablandırmaqda. İndi isə Damlanın valideyninə söz verək. Hamını salamlayıram. İlk öncə Predo ailəsini salamlayıram. Mən bütün uşaqlara gələcək həyatlarında uğurlar arzulayıram. Çox sağ olun ki, belə gözəl tədbir təşkil eləmisiniz. Allah hamınızdan razı olsun. Bir kəlmədə sözlə tamamlayayım. Yeganə şəxs valideyndir ki, həmişə övladını özündən zirvələrdə görmək istəyir. Bununla da sözümü tamamlayıram. Çox sağ olun. Ümid edirik ki, tədbirimizi bəyənirsiniz. Elədir? Onlar bugün üçün aylardır çalışırlar. Səhnəyə Rus bölməsi məzunlarını dəvət edirik. Balamız Nur bugün sizlər üçün rəngarəng bir rəqs nömrəsi hazırlayıb. Alqışlarınızla Turacı rəqsi.
Azərbaycan bölməmizin balacaları birlikdə enerjili, rəngarəng və yadda qalan bir çıxış təqdim edəcəklər. Gəlin güclü alqışlarla balacalarımızın xüsusi hazırladığı möhtəşəm flaşbomunu qarşılayaq. Əminəm ki, çox bəyənəcəksiniz. Necə gedir tədbirimiz? Bəyənirsiniz? Biz də sizlə bir yerdə əylənirik. Çox həqiqətən gözəl anları izlədik sizlə bir yerdə və yavaş-yavaş tədbirimizin artıq sonuna yaxınlaşırıq və uşaqlarımız bağça ilə vidalaşacaqlar birazdan. Kövrələcəksiniz. Ona görə hazırlıqlı olun. Mən sizə indi öncədən deyim bunu.
Mən uşaqlarımız hazırlaşana kimi biraz sizə bağçamız haqqında məlumatı vermək istəyirəm. Bildiyiniz kimi bu il Predo ailəsi bir balası da böyüdü. Bizim yeni bir filialımız açıldı. Qaraçuxur filialımız açıldı və bu bizim üçün bu il olan ən yadda qalan hadisələrdən biridir və ümid edirik ki, arzulayırıq ki, hər il yeni ərazilərdə, yeni valideynlərin həyatlarına toxunaq və yeni filiallarımız açılsın və bu il həmçinin Neftçilər filialımızla bərabər bizim digər filiallarımızın da məzunları var. Onları da yola salacağıq. Amma təbii ki də Neftçilər filialı ilk filialımız olduğu üçün burada həmişə daima məzun sayımız çox olur. Ümid edirik ki, digər filiallarımız da böyüsünlər, inkişaf eləsinlər və Neftçilər filialımıza çatsınlar. Həmçinin bir məqamı da nəzərinizə çatdırmaq istərdik ki, düzdür, artıq siz bizim uzun illərdir gələn valideynlərimizsiniz. Bizim hər il proqramlarımız, tədris materiallarımız yenilənir. Bunu deməkdə məqsədim ikinci, üçüncü uşaqlarınız varsa, onları da yönləndirərkən bu məlumatları biləsiniz. Dəcəl qızımız qalıb, Əsra qızımız. Dəcəlliyi qədər də şirin olan qızımız, Əsra qızımızın valideyni bizə sonda qoşulub. Buyurun, sizin də ürək sözlərinizi eşidək. Hamınızı xoş gördük, gec də olsa. Biz bu bağça ilə tanış olanda Esra'nın bir yaşı var idi. Çox erkən yaşlardan qoşulmuşuq. Bugün çox həyəcanlıyım ona görə. Esra bizim evin ən kiçiyi idi. Evdə böyük bacısı, qardaş var. Ona görə çox erkən, çox dəcəldi. Bugün çox sevinirəm, Esra bağçanı bitirir. Esra'mın timsalında bütün müəllimlərə, bütün heyətə, hamısına çox təşəkkür edirəm. Əziyyət çəkiblər, hamısı çox böyük. Və uşaqların bu yeni məktəb dövründə, hazırlıq dövründə onlara çox bol-bol uğurlar arzulayıram.
Hamısına o gün olsun ki, bütün valideynlərimiz onların məktəb məzun günlərinə, universitet məzun günlərinə qatılsınlar və onlara baxıb həmişə fəxr eləyək, bir yerdə sevinək. Artıq tədbirimizin sonuna yaxınlaşırıq. Artıq bağça ilə vidalaşma zamanıdır. Məzunlarımızın ifasında əlvida bağça. Məzun günü tədbirimizi əlbəttə ki, mükafatlandırma ilə sonlandıracaq. Röyələ xanımı, Rəhlə xanımı və Nəzrin xanımı məzunlarımıza sertifikatlarını təqdim etmək üçün səhnəyə dəvət edirik. Bəli, indi tək-tək uşaqları çağıracağam. Həm sertifikatlarını təqdim edəcəyik, həm də hədiyyələrin. Əsədzadə Aygün. Sən sağ ol, gözəlim. İşkova Sara. Təbrik edirəm. Şirinov Mirzə. Головой istəyirəm. Qalboy. Hə, yaxşı, o bilsin. Ürəyincə oldu. Talıbova Sara. Təbrik edirəm. Abdullayeva Jasmin.
Təbrik edirəm. Abdullayev Nazar. Heydarova Mirana. Garber Mira. Təbrik eləyirəm. Abdullazadə Əbəlfəz. Təbrik eləyirəm dostum. Əliyeva Əsra. Buyur xanım. İnşallah sən də gələn il məzun olarsan. Teymurzadə Riyad. Aha. Quluzadə Roman. Təbrik eləyirəm. Əhmədli Raul. Təbrik eləyirəm. Qiyaszadə Amin. Oy, sən yaraşıqlı. Təbrik eləyirəm. Müəlliməndən hədiyyəvi də götür. Muxtarlı Aras. Aras. Hədiyyə istəyirsən? Əvvəl bunu, sonra hədiyyəni. Sevgi rəng. Məmmədli Nur. Yusifova Müjgan. Təbrik eləyirəm. Hədiyyəvi də götür. Nəsir Əminə. Sən əsl paltarınla eyni. Təbrik eləyirəm, gözəlim. Əşrəfli Mədinə. Bağırzadə Damla. Damlanın hədiyyəsini də verin. Səni çağıracağım. Sən özüm saxlamışam. Sən öpüm, yaxşı. Müəllimə Damlanın da hədiyyəsini verin. Məmişov Rafiq. Rafiqi xüsusi alqışlayaq. Təbrik eləyirəm Rafiq. Çox sağ olun bugünkü tədbirdə belə gözəl çıxış etdiyiniz üçün. Yolunuz açıq olsun. İnşallah məktəbdən, universitetdən də bax belə gözəl bir şəkildə məzun olarsınız. Valideynlərimizə sağ ol eləyək.